Avropa və Amerika Birləşmiş Ştatları arasında o kollektiv qəlb deyilən o gücün içərisində bir çat olduğunu, yəni hamı tərəfindən qəbul olunur. Və bu Rusiyanın da bu məsələdə stimullaşdıran bir növ, onu yeni ekspansiyalara həvəsləndirən və müharibəni davam etdirməyə həvəsləndirilən əslində bu çatın, bu kollektiv qəlb içərisindəki bu qarşıdurmanın demək hansı tərəfə getməsi barədəki demək amillərdir. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının 2025-ci il üçün Milli Təhlükəsizlik Strategiyası sənədi açıqlandı. Həmin sənəddə bunu bir çox şərhçilər, bu məsələni təhlil edənlər, analitiklər qeyd elədi. Faktiki olaraq əsas sanki yaranan məsələ budur ki, əsas sanki Amerika Birləşmiş Ştatlarının milli təhlükəsi üçün təhdid Rusiya, hətta Çin yox, Avropa sanki görünür. Və bunun bir ideologiyalaşdırılmış forması da var. Bu əslində qlobalistlər və izolyasiyonistlər arasında qərbdə deyilən solçu liberal Avropa əsasən bu gedir. Mühafizəkar bu indiki Trump Amerikası şəklində gedir. Bu məsələnin qoyulması ön plana çıxıb. Hətta Amerika Birləşmiş Ştatları ilə Çin, Amerika Birləşmiş Ştatları və Rusiya arasındakı məsələ də yox, bu daha çox orada yer almış kimi görünür. O baxımdan da şübhəsiz ki, Rusiya üçün bir növ ən azı indiki məqamda bu məsələdə müəyyən öz məqsədlərinin ən azı bir hissəsinə nail olmaq kifayət qədər real görünməyə başlayıbdır və o məlum 28 maddədən ibarət ki, sülh təklifi, ilkin təklif Rusiya və Amerika Birləşmiş Ştatlarının nümayəndələri arasında, ondan sonra Avropa liderlərinin yenə Amerika Birləşmiş Ştatlarında müəyyən yetkililərinin cəlb olunması ilə hazırladığı 20 ya 21 maddə deyilən bir layihə ki, hal-hazırda ona konkret bugün sabah ilə Amerika Birləşmiş Ştatlarının təqdim olunması və ABŞ-ın bu məsələyə mövqeyi demək məsələsi gündəmə gəlib. Rusiya ən azı görünən budur ki, yenə dünən sırağa gün, hətta bugünkü demək gələn məlumatlar odur ki, Rusiya faktiki olaraq o planın qəbul edilməsinin mümkün olmadığını və buna görə də əməliyyatlara davam etdirilməsi məsələsini ortalığa atıbdır. Və demək, mahiyyətcə desək bir halda ki, bu sual qoyuz, mahiyyətcə söhbət nədən gedir? Rusiya qalıcı sülh şüarını irəli sürüyor, bu qalıcı sülh məsələsi, yəni Ukraynanın işğal planı deməkdir. Ukrayna isə atəşkəs faktiki olaraq istəyir. Yəni, və Rusiya da bunu qəbul edilməzliyini bildirir ki, atəşkəs Ukraynanın güclənməsinə, onu müdafiə edən qüvvələrin səfərbərliyinə, xidmət elədiyinə görə biz bununla razı deyilik. Biz sülh bağlayaq indi və bu da Donbasın, Zaporojyenin, Xersonun, digər başqa 5 ki, ümumi əyalətin adı çəkilir və Krım məsələsi ümumiyyətlə demək, gündəmə gətirilmir. Bu, yəni Rusiyanın konstitusiyasında təsbit elədiyi Ukrayna ərazilərinin bir mənalı şəkildə Rusiya ərazisi kimi hüquqi cəhətdən beynəlxalq hüquqdan söhbət gedir, tanınması və o digər məsələlər ki var, seçkilər keçirilməsi, bu da o denasifikasiya, yəni nasistləşdirilmə, faşistsizləşdirmə onların dediyi kimi. O da Zelenski hökumətinin getməsi kimi tədbirlər, Zaporojye Atom Elektrik Stansiyasının Rusiyaya verilməsi və ilaxır bu kimi məsələlərin izlədir. Əvəzində isə sonraki Ukraynanın taleyinə heç bir demək bir təminat da verir. Bu yaxınlarda Hindistanda Putin hətta Ukrayna dövləti anlayışını da işlətmədi. Demək, Malorossiya yox, o biri hətta o şəkildə işlətdi ki, bu yəni Ukrayna yox, bu demək belə bir şəkildə ifadə elədi. Onun adını indi xatırlayaram, bu yadıma düşən deyərəm. Yəni faktiki olaraq Ukrayna dövlətinin mövcudluğunu yenidən inkar elədi növbəti dəfə. O baxımdan da açıqcası, yəni demək, burada bir məsələ var ki, mən də o fikrin tərəfdarlarındanam indiki məqamda. Ukrayna ilə sülh adına əgər bu şəkildə Rusiyanın tərəfləri üstün götürülməklə olan bir sülh, bunu hələlik dırnaq arasına alaq, bağlanacaqsa, bu sülh daha böyük bir müharibənin başlanğıcı olacaq. Necə ki, 2-ci Dünya müharibəsində bunu bir çox analitiklər deyirlər. Münhendə o Çemberlen getdi və Londonda düşən kimi dedi, mən sizə sülh gətirmişəm. Amma 2-ci Dünya müharibəsi başladı. Və bir çoxları da deyirlər ki, Ukraynanın bu əyalətlərinin və digər başqa orada tələblər də var. Bu tələblərin demək, qəbul edilməsi faktiki daha böyük dünya müharibəsinin sanki bir hazırlığı deməkdir, ona giriş deməkdir, çıxış yox.
Demək, bu cəhətdən hələlik mən sözün doğrusu kifayət qədər belə bir çünki Zelenskinin də məlum indi açıqlamaları var. Zelenski mən prezidentliyi saxlamaq kimi cəhdim yoxdur, belə bir niyyətim yoxdur, amma Amerika Birləşmiş Ştatlarının mövqeyi, Ukraynaya mövqeyi, bu məsələyə mövqeyi ədalətsizlikdir kimi bir açıqlaması demək bu yaxınlarda oldu. O məsələnin dramatik olduğunu göstərir. Digər bir tərəfdən bizim indi öz orada Ukraynada yaşayan Azərbaycanlılar, özdə kifayət qədər yəni proseslərdən baş çıxaran müəyyən şəxslərlə olan söhbətlərimizlə bir məsələni deyim. Onların dediyinə görə Ukraynada yaşayan hal-hazırda bizim Azərbaycanlı müəyyən alimlərin, politoloq kimi, yəni söhbət təkcə döyüşçülərdən ya deyək ki, bizim orada əməkçi şəxslərdən getmir. Onların dediyinə görə ən böyük təhlükə və təhdiddən biri də ondan ibarətdir ki, belə bir sülh bağlanırsa Ukraynanın özünün daxilində vətəndaş müharibəsinin təhlükəsi var. Qarışıqlıq və xaos təhlükəsi var və bunun da proqramlaşdırıb həyata keçirilməsi Rusiya tərəfindən gözlənilir. Əslində Rusiya ona hazırlaşır növbəti etapa. Çünki çox böyük, bunun qarşısının alınması üçün çox güclü maliyyə resurslarına malik, çox güclü təhlükəsizlik qüvvələrinə malik olan bir hakimiyyətin bərqərar olmasıdır. İndi hal-hazırda 800 minə yaxın Ukrayna ordusunun olduğu deyilir. İndi hal-hazırda bu orduda cəlb olunmuş insanlara müəyyən maliyyə ödənilir, müəyyən bir vətənpərvərlik hissi ilə onlar bu məsələyə cəlb olunub və ilaxır. Amma sanki Ukraynanın burada ərazi itirərək və Rusiyanın digər başqa təklifləri də var ərazidən başqa da onlara baş əyərək, qəbul eləyərək demək belə bir dırnaqarası sülhün olması Ukrayna üçün bir fəlakətli başlanğıc olacaq kimi də Ukraynanın daxili üçün, yəni söhbət ümumi beynəlxalq, regional və yaxud qlobal miqyasdakı təhlükəni qeyd edir. Yəni hətta bunun labid olduğunu bildirirlər. Çünki indiki şəraitdə nə Avropanın, nə də demək Amerika Birləşmiş Ştatlarının hələ ki bir ciddi necə deyirlər, orada qurucu bir proqramı yoxdur bu sülhdən sonraki dövr. Nə təhlükəsizlik təminatları, nə də bunun digər başqa iqtisadi ayağı demək görünmür. Belə bir proqram yoxdur. Rusiya da özlərinə heç bir təhdüd götürmür, öhdəlik götürmür. Situasiya yaransa, Ukrayna daxilində vətəndaş müharibəsi olsa, cəbhədə ağır döyüşlərin getdiyi bir şəraitdə istədiyinə tam olaraq çata bilməyən Rusiya vətəndaş müharibəsində necə istifadə edəcək? Yox, vətəndaş müharibəsində əsas necə deyirlər, elə planlayan, o vəziyyəti yaradan və əgər olacağı halda körükləyən də Rusiya olacaq. O baxımdan bu işin bu tərəfi. İkinci bir tərəfi şübhəsiz ki, bizim üçün, özümüzün demək dövlətimiz üçün və regionumuz üçün olan maraqlı tərəfi isə Rusiya bilirsiniz, açıq aydın son günlərdə bir neçə Türkiyə bayrağı altında demək uzaq gəmiləri vurdu. Düzdür, Ukrayna tərəfindən də son dövrdə Xəzər dənizindəki bu neft platformalarına zərbələr endirildi və s. Bu açıq görünür ki, məqsəd artıq həm də Qara Dəniz Xəzər hövzəsini, bu Orta Asiyaya qədər, Türkistana qədər Qara Dənizdən üzbəri və istər-istəməz Türkiyənin də bu işə cəlb olunmasını nəzərdə tutan bir başqa bir senarinin də olmasının necə deyirlər, əlamətləri kimi görünür. Və bu şəraitdə biz Birinci Dünya müharibəsindən sonraki situasiyanın təkrarlanması təhlükəsi ilə üz-üzə qala bilərik ki, Rusiya qərbdə müəyyən dövrdə öz demək planlarını qismən həyata keçirdikdən sonra yenidən cənub istiqamətində hərəkətə başlayır. Bir daha təkrar edirəm, mən şəxsən strateji olaraq Rusiyanın öz məqsədlərinə nail olmasını mümkünsüz sayıram indiki şəraitdə. Onun üçün nə marksizm kimi, o kommunizm kimi, ondan sonra sovetləşmə kimi bir ideologiya ortada yoxdur. Sırf açıq, aydın, təcavüzkar, imperialist bir məqsəd ortadadır. Hər hansı bir yeni dəyərlər sistemi ortalıqda yoxdur. O baxımdan açıqcası mən onun strateji olaraq mümkünsüzlüyünə, çünki İkinci Dünya müharibəsindən sonra bütün dünyada kommunistləşdirmə, kommunist iqamına layiq olmaq kimi məsələlər yenidən gündəmə gəlmişdi. Bütün dünyanın hər yerində solçu qüvvələr, hətta bilirsiniz Avropada bir sıra ölkələrdə seçkiler yolu ilə hətta hakimiyyətə gəlmək, Türkiyədə solçuluğun yüksəlməsi, digər başqa yerlərdə İrandakı hadisələr, Çin və s. Yəni bütün dünyanı birləyən bir fərqli bir qlobal proses var. O artıq yoxdur. Sırf açıq aydın artıq dağılması gözlənən və özünün həyat qabiliyyətini xeyli dərəcədə itirmiş, amma hələ dişləri, necə deyirlər, tökülməmiş bir güc və qüvvə ilə biz üz-üzəyik. O baxımdan bu və açıqcası da hədəfdə, bax gəlir bizim müzakirənin lap əvvəlinə ki, hədəfdə Cənubi Qafqazdır. Şübhəsiz ki, birinci nə qədər qəribə görünsə də bu dəfə
28 demək aprel Ermənistandan başlaya bilər. Orada Bakıdan başlandı. Və sonra Ermənistan və Gürcüstana bu dəfə Ermənistandan başlaya bilər və o baxımdan da hal-hazırda Ermənistan-Azərbaycan münasibətlərinin çox intensiv bir şəkildə nizamlanması prosesindəki addımların da məncə bir mənasında bu təhdidə qarşı olan bir məsələdir. Və demək, Orta Asiya şübhəsiz ki, Türk dövlətləri əsasən Türkistan istiqamətində də, Qazaxıstan xüsusən istiqamətində də biz çox ciddi bu istiqamətində gərginliyin artmasını görməyə bilmərik. Baxmayaraq ki, Qazaxıstan bunun qarşısının alınması üçün Rusiya ilə yeni müqavilə imzalandı, müəyyən güzəştlərə gedilməsinə cəhd göstərilir. Amma bir tərəfdən də əlaqələr, Rusiya üzərində olan əlaqələr xeyli dərəcədə sıradan çıxmaqdadır. Bu enerji ehtiyatlarının və digərlərinin ötürülməsini mən nəzərdə tuturam. Və belə bir məqamda bu Zəngəzur dəhlizinə meyllənmə və əsas logistikaya çevrilməsi orta yolun tərkib hissəsi olaraq Şərq-Qərb demək marşrutunun əsas hissəsi, elementi olaraq bu Zəngəzur dəhlizi məsələsinə bax, bu Rusiyanın son hücumlarının da bir səbəbi necə deyirlər, bundan ibarətdir. Çünki Rusiya tərəfindən bunu açıqca deyirlər ki, bu 90-cı illərdə çox dəbdə olan bir ifadə vardı. Avrasiyanın mərkəzindən bir anakonda kəməri keçirmək. Bu Türk dövlətləri, o cümlədən Azərbaycan da bunun əsas elementi ki, məlum Bjezinskinin o məlum demək kitabında, strategisində önə çəkilən, göstərilən bir məsələ idi. O baxımdan da biz bir daha təkrar bu məsələlərdə hazır olmalıyıq və belə bir təhdid ki, Ukraynada müvəqqəti olaraq hətta atəşkəs olsa belə, Rusiyanı tam qane eləyən sülh olmasa belə bizim tərəfə demək bu təhdidin artması üzrə bunu. Amma mənim fikrimi bilmək istəsəz, mən dəfələrlə dediyim fikri burada da bax, bir daha təkrar edirəm. Məncə bu prosesdən Azərbaycan da Türkiyə də böyümüş və güclənmiş halda çıxacaq.